Qayna, qaynama, qaynanama yaz. Acı söz deyirəm, cəzası nədir? Özü ona vadar edir. O ürəyim. Onu İsa dedi. Sanmayın mən yer üzərinə sülh gətirməyə gəldim. Mən yer üzərinə sülh deyil, qılınc gətirməyə gəldim. Mən atanı oğuldan, qardaşı qardaşdan, ananı baladan, qaynananı gəlindən ayırmağa gəldim. Hər kəsin düşməni ev əhli olacaq və onlar biri-birini ölmə təslim edəcək. Yəni belə, bir-birlərinə qarşı gələcək. Əgər bunlar yaşanmasa, bugün sən qaynananla bu qarşı durmanı yaşamasa, bəs bu yazıların, peyğəmbərlərin dedikləri bu yazılar nəylə öz təsdiqini tapır? Yəni bu yazılıb yaşanmalıdır. Bu imtihandır. Başa düşdünmü? Odur ki deyir, sanki başınıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bodlu imtihanlara, bax bu qarşı durmalara baxıb təəccüb etməyin. Bu imtihanları şükürlə qəbul edin. Qaynana dediyin özünə sabaha miras toplayırsan. Sevgi ilə qarşıladın, sevgi ilə qarşılanacaqsa. Yox, səs ucaltdın, yaşlanmağın var. Bax, sənə də səs ucaldılacaqdır. Burada diqqətli olun. Ən böyük tələ qaynana gəlin. Sən o qaynananın hər halı ilə şükürlə qəbul etsən, sevgi ilə onun istəyini yerinə yetirsən, o sevgini özün üçün kazanırsan və yaşlaşanda sənə sevgi veriləcək. Yox, əgər sən bunu verə bilməsən, sən bax, ondan da bitər, qarşılaşacaqsın. Qaynanaya, qaynataya qulluq savabdır. Savaba yazılır. Özün üçün miras toplayırsan, yaşlaşmaqdın. Var devlət toplayırsan. Başa düşdünmü? Sınaqdır, qarşı durmadır. Şükürlə qəbul etdiyin imtihandan keçirsən, yox, səsini ucaltdın, nifrətlə yanaşdın. Sənə də nifrət ediləcək. Əkdiyini biçəcəksən. Diqqətli ol. Bir də bir şeyi unutma ki, o qaynana verib o yarı sənə, o qoynuna ki, keçirsən, o qaynana verib onu sənə. Bunu unutma. Bunu hər an yaddaşına gətir. Onu rəğmən sevgini ver. Sevgini əkir, o da sənə sevgi verə bilsin. Bu qarşı durmalar Allah'tan gəlir. Qaynanalıq deyil. Bax belə.